Son 25-30 ildə ilk dəfə idi ki, Azərbaycana məxsus təyyarə Ermənistanın paytaxtına eniş etdi. Ölkənin vətəndaş cəmiyyəti təmsilçilərinin İrəvana səfəri illərlə davam edən gərginlikdən sonra yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Qapalı sərhədlərin, dərin yaraların, sükutun hökm sürdüyü torpaqlarda indi fərqli nəfəs duyulur. Sözlərlə deyil, addımlarla atılan bir inam körpüsü yaranır. Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin İrəvana səfəri regionda yeni reallıqların fonunda diqqət çəkən hadisədir. Uzun illər davam edən gərginlikdən sonra belə bir addımın atılması həm etimadın bərpası, həm də sülh gündəminin ictimai müstəviyə çıxması baxımından mühüm mesaj kimi qiymətləndirilir. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin İrəvana səfəri mühüm siyasi və ictimai məna daşıyır. Bu hadisə bir tərəfdən dövlətlərarası sülh prosesinin yalnız diplomatik müstəvidə deyil, həm də ictimai-siyasi səviyyədə formalaşmağa başladığını, yəni sülh gündəminin ictimai müstəviyə çıxdığını göstərir. Həm də rəsmi danışıqlarla paralel şəkildə ictimai diplomatiyanın hərəkətə gəlməsi, sülh gündəminin dərinləşməsi və toplumların prosesə cəlb olunması baxımından əhəmiyyətlidir. Ən vacib məqamsa dialoqun bərpası, xalqların bir-birini daha yaxşı anlamağa başlaması baxımından çox mühümdür və ilk praktik addımlardan biridir. Məhz vətəndaş cəmiyyəti, ekspert və mədəniyyət nümayəndələrinin bu cür görüşləri sülhün sosial əsaslarını möhkəmləndirir və gələcəkdə mümkün birgə yaşayış üçün ictimai zəmin yaradır. Təbii ki, belə təşəbbüslər ictimai rəyin formalaşmasına, stereotiplərin qırılmasına xidmət edir. Bu səfər illərlə qapalı qapıların arxasında ümid işığının yandığının göstərisidir həm də. Əsas məsələ bu işığın sönməməsi, sülhün yalnız danışıqlarda deyil, insanların düşüncəsində də kök salmasıdır deyə təhlilçilər bildirirlər.